ailədə onun ciddiliyi o qədər yüksək idi ki, biz onunla üz-üzə gəlməkdən belə qorxardıq. Kamanını çox sevirdi. Həmişə deyirdi ki, uşaqlarına inciməyin, mən onu sizdən çox sevirəm və mənim ilk evladım odur. Çox ehtiyacım var. Bəzi vaxt deyirəm ki, kəş yaşasaydı. Özündən sonra da bu dəfə kamançanın dərindən duyan, ifa edən, musiqi tariximizə öz üslubu ilə həkk olunan Habil Əliyevin qızı Vəfa Əliyeva ilə görüşdük. Sənətkarın ikinci övladı Vəfa xanımla söhbətə elə atası, onun xarakteri, sənətdə və ailədə necə bir insan olması ilə başladıq. Biz ailədə 3 qız, bir oğlan, bir qardaşım var. Atamı bilirsiniz, həddən artıq çox ciddi bir adam idi. Ailədə onun ciddiliyi o qədər yüksək idi ki, biz onunla üz-üzə gəlməkdən belə qorxardıq. İlin 3 ayını biz onu görərdik. 9 ayını o çöldə bayırda olardı, xaricdə çox olurdu. 3 ay müddətində də ancaq bizi görəndə ancaq dərsimizlə maraqlanardı. Tabellər gəlib onun qarşısına qoyulardı. Onun qarşısında sanki bir imtahan verirdik. Kamanını çox sevirdi. Həmişə deyirdi ki, uşaqlarına inciməyin, mən onu sizdən çox sevirəm və mənim ilk evladım odur. Çünki mən o olmasa siz olmazdınız. Vəfa xanım deyir ki, atası xüsusilə qızlarının həkimlik peşəsinə sahib olmağını istəyib. Çünki bu özünün də həyata keçməyən arzusu, istəyi olub. Hər zaman bizə deyərdi ki, mən çox kasıb ailədə böyüdüm. Məni oxutmağa imkan olmadı. Mən vaxtından tez ailə saxladım. Pul qazanmağa getdim. Mən çox istəyirdim ki, ali təhsil alım, həkim olum. Amma mən həkim ola bilməmişəm. Mən arzumdur mənim evladlarım, azından qızlarım həkim olsun. Biz də onun arzusunu yerinə yetirdik. 3 bacıyıq, üçümüz də həkimik. Sənətimizlə məşğuluq, çalışırıq ki, işimizə, sənətimizə layiq davranaq, işimizi layiqincə yerinə yetirək. Mən hal-hazırda Sabunçu rayonunda Uşaq Poliklinikasında rəhbər işləyəm, baş həkim işləyirəm. Çox gözəl bir kollektivim var. Dövlətimizin hal-hazırda səhiyyədə elədiyi islahatlar, yəni əsasında da elə budur. Yüksək xidmət. Onu da deyək ki, Habil Əliyevin kamançası bugün nəvəsi Bəhruz Məmmədovdadır. Valideynlərimə dedim ki, bəlkə mən də bir musiqi alətində çalım, kamançada çalım. Babamla məsləhətləşdim, dedi bala, kamança elə bir alətdir ki, o səni yarı yolda qoyar. Amma skripkada çala bilərsən. Nənəm də bilirdi ki, mən babamın kamançasına çox marağım var. Rəhmətə gedəndən üstündən bir neçə il sonra dedi ki, Bəhruz, bilirəm, babamın kamançasına marağım var. Bunu mən sənə hədiyyə eləyirəm. Vəfa xanım atasının son günlərini belə xatırlayır. Mən müqavilə ilə bir həkim kimi ailəmlə birlikdə neçə il xaricdə yaşadım. Artıq son illərdə atamla danışanda hiss eləyirdim ki, kövrəlir. Bizi də yanında görmək istəyir. Belə qərara gəldim günlərin bir günü ki, artıq mən qayıdacağam. Amma artıq yaşlanmışdı. Nə yaxşı ki də gəldim. Heç olmasa bir il yarım mən onunla bir yerdə oldum. Son günlərində deyərəm ki, heç o yatağa düşmədi. Çox bir az müddət, bir 20-15 gün belə oldu, xəstələndi. Klinikaya yerləşdirdik biz onu. Dedi ki, məni evə aparın. Çox razı getdi həyatından. Onu sevindirirdi bu şey ki, dövləti ona belə bir diqqət göstərir. Ölüm əyağında idi, amma yenə də o öz təşəkkürünü deyirdi, çatdırın mənim dövlət başçılarıma. Elə bir an, elə bir dəqiqə yoxdur ki, biz onu unudaq. Məsələn, ailəsi, uşaqlar bir yerə toplaşırıq, mütləq bizim ilk söhbətimiz atamızdan olur. Atamızın yeri çox görünür. Birdən adam düşünür, möcüzə də olsun, bir də baxım ki, içəri girir. Dərdimiz, sözümüz onunla idi. İnanırsınız ki, vaxt olurdu ki, belə problemli bir işlə bağlı otururduq, söhbət eləyirdik, dərdləşirdik. İnanırsınız ki, o qədər rahatlayırdı. Oradan çıxanda quş kimi uçurdum. Çox ehtiyacım var. Bəzi vaxt deyirəm ki, kəş yaşasaydı. Darıxırsınız. Çox darıxıram. Özündən sonra da kamançası ilə əbədiləşən Habil Əliyevin zəngin həyat və fəaliyyətindən danışdıq. Daim qəlbimizdəsiz, sevilən sənətkar.